Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem onun əhl-i beyt əshabıdan üzerine olsun. Uca Allah elm məclisimizi xeyli bərəkətli eləsin. Uca Allah elm məclisinin sonunda günahların bağışladığı qullar sırasına bizləri daxil etsin. Amin. Biz əvvəlki mövzumuza İbrahim Aleyhisselamın həyatını götürmüşdük. İbrahim Aleyhisselamın həyatı həqiqətən Əbul Bəşər, bəşəriyyətin atası, həmçinin İmamul Muvahhidin, Tevhid əhlinin imamı. Çünki İbrahim Aleyhisselamın Allah da Quran-ı Kərimdə ona tabi olmaq, onun millətinə tabi olmaq, yəni özümüzə örnək götürməyi buyurur. Bugünkü mövzumuz yenə də davam edir İbrahim Aleyhisselamın baş verən hadisələr. Birinci İbrahim Aleyhisselamın atası ilə olan hadisə həqiqətən də çox önəmlidir. Hər bir insan üçün orada böyük bir ibrətlər vardır. İbrahim Aleyhisselamın atası ilə davranmağı, dəvətdə metod, üslub seçməsi. Düşünün, atası bütə ibadət etməsinə baxmayaraq, amma onunla necə insani davranması, valideyninlə gözəl danışması, bu həqiqətən hər bir müsəlman üçün onun həyatında ibrət vardır. Atasının adı nə olur? Əzər. Gəlir ki, Əzər. Z hərfi ilə deyil, Əzər. Tarixçilər buyururlar ki, bəzi tarixçilərdə gəlir ki, adı olub Tərih. Amma tarixçilərin bu qeyd etməsi, yəni bu tarixi rivayətə dayanırlar. Amma Quran-ı Kərimdə Allah təala buyurur ki, doğru nədir? Atasının adı nə idi? Əzər. Bəzən də bu adı deyəndə bəziləri qarışdırırlar Z hərfi ilə, Z ilə. Adı nədir? Əzər. Allah Quran-ı Kərimdə buyurur Ən'am surəsində: "Və iz qala İbrahimu li abihi Əzərə." İbrahim atası Əzərə belə dedi: "Ətəttəxidu asnaman əlihətən." Bütləri özünə ilah mı götürdün? "İnni araka və qavmaka fi dalalin mubin." Sən və sənin qövmün doğru yolu azmışdır. Ona görə də hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədis-i şərifdə buyurur ki, atasının adı nədir? Əzər. Necə ki buyurur hədis-i şərifdə, "Yulqa İbrahim əbəhu Əzər yevməl qiyamə." Qiyamət günü atası Əzərlə qarşılaşanda. Hədisdə buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ona görə də nədir? Doğru adı nədir? Əzər. İbrahim Əleyhisselamın boya başa çatdığı, onu deyin söndürsünlər, o işləmir boş-boşuna. İbrahim Əleyhisselamın boya başa çatdığı, yəni yaşadığı yer nə idi? Qavmun, yəni elə bir qövm arasında ki, ya'budunəl əsnam, bütlərə ibadət edirdilər. Və bunların da başında kim gəlirdi? Atası. Atası üstəlik büt düzəldən idi. Bütləri düzəldirdi və insanlara bu bütləri satırdı. Subhanallah. Ona görə İbrahim Əleyhisselam ilk dəfə tevhid dəvətinə başlayanda nə ilə başladı? Atasının dəvətlə. Atasını şirkdən çəkindirdi. Allah'a şərik qoşma və bəyan elədi ki, bu bütlər nə fayda verir, nə də zərər verir. Ona görə də mənhəcül ənbiyə, baxın, dəvətdə Peyğəmbərlərin metodu nədir? Əd-dəvətü ilallah, Allah'a dəvətdə birinci ən yaxın insanlarla başlamaq. Ən yaxın insan kimdir? İnsanın valideyni. Ona görə də Allah Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə əmr edəndə nə demişdi? Və ənzir aşirətəkəl əqrabin. Birinci, qohum əqrabandan dəvəti başla. İnsan qohum əqrabasını unutmalı deyil. Şuara surəsi. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə demiş? Ya mə'şərə Qureyş, ey Qureyş, işləru ənfusakum minallah. Yəni Allah'a ibadətlə öz nəfsinizi azad edin. Nə ilə? Cəhənnəmdən azad edin. Lə uğni ankum minallah şeyə. Qiyamət günü, yoxsa mən sizə bir fayda verə bilmərəm. Yəni qiyamət günü əgər Allah dərgahına imanla gəlməsəniz, mən sizə şəfaətçi ola bilmərəm Allah dərgahında. Hətta Peyğəmbərin ən yaxını olsa belə. Bugün əfsuslar olsun ki, bəziləri özlərini Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin nəslinə nisbət edirlər. Deyirlər ki, mən Peyğəmbərin nəslinlənəm. Birinci sübut lazımdır, sənəd lazımdır. İkinci əməllərinə baxırsan, əməllərində namaz yox, ibadət yox, içki var. Deyir ki, mən Peyğəmbər nəslinlənəm, mən sanki xilas olmuş kimi aparır. Bəzi insanlar nə edirlər? Ona Allah qorusun deyirlər ki, filan kəs filandır.
Peyğəmbər nəslindəndir. Gedirlər ona pul verirlər, ki ondan bərəkət umurlar. Estağfurullah, bu doğru deyil. Və üstəlik Allah ibadət olmasa, heç kimsə qiyamət günü fayda verə bilməz. Və sonra nədir? Ya Bəni Abdülmuttalib, ey Abdülmuttalib oğulları, la uğni ankum minallahi şey'a. Əgər siz Allah qarşısına ibadətlə, tavhidlə gəlməsəniz, sizə fayda verə bilmərəm. Ya Abbas ibn Abdülmuttalib, ey deyir Abbas, əmisi, Abdülmuttalibin oğlu Abbas, la uğni anka minallahi şey'a. Əgər sən Allah dərgahı ibadətine gəlməsən, sənə də faydalı ola bilməli. Ya Safiyyətə əmmətə Rasulillah, ey Peyğəmbərin bibisi Safiyyə, la uğni anki minallahi şey'a. Eyni şeyi ona da dedi. Və sonra nədir? Baxın, Peyğəmbərimiz sorsun, ya Fatimətü bintə Rasulillah, ey Peyğəmbərin qızı Fatimə, səlini məşi, bu dünya mal mülkündən istədiyini verim. La uğni anki minallahi şey'a. Amma Allah dərgahına imanla gəlməsən, sənə də fayda verə bilmərəm. Fatimə anamız da Peyğəmbərimiz s.ə.v misal çəkir ki, digər insanlara. Yəni, Allah dərgahına bir insan tavhidlə, imanla gəlməsə, heç kimsəyə fayda verə bilməz. Ona görə İbrahim əleyhissalam ilk dəvətinə ilə başladı, atası Əzərlə. Çünki ən yaxını o idi. Çünki ata, valideyn bir insanın dünyaya gəlməsi üçün səbəbdir. Ona görə də Allah haqqından sonra, baxın, Allah haqqı, Rasulunun haqqından sonra insan üzərində ən böyük haqq nədir? Valideynlərin haqqı. Və qada rabbuka əllə ta'budu illə iyyə və bil valideyni ihsənə. İsra surəsi 23-cü aya. Rəbbiniz əmr etdi ki, ona ibadət eləyin və valideyninizə yaxşılıq eləyin. Və'budullah və la tuşriku bi şey'ə. Allah ibadət edin, ona heç bir şey şərik qoşmayın. Və bil valideyn ihsənə. Valideynizə yaxşılıq edin. Nisə surəsi. Ona görə deyir ki, İbn Məsud Səəltu Rasulullah sallallahu əleyhi və səlləm. Peyğəmbərdən soruşdum ki, əyyül əməlu əhəbbu ilallah. Allah üçün ən sevimli əməl hansıdır? Dedik, əs-salatu alə vaxtihə. Vaxtında qılınan namaz. Quldu thummə əyyü. Sonra hansı? Dedi ki, birrul valideyn. Valideynə yaxşılıq eləmək. Sonra dedim, hansı? Dedi, Allah yolunda savaş. Baxın, valideynə yaxşılıq Allah yolunda savaşdan belə nədir? Üstündür. Peyğəmbərimiz sallallahu hədis-i şərifdə gəlir. Bu hədis əlbəttə muttafaqun aleyhi Buxari Müslim rivayət edir. Ona görə də Allah Teala Quran-ı Kərimdə evladlara nəyi tövsiyə edib? Yenə də valideynlər. Və vassaynəl insənə bi valideyhi. Biz insana valideyninə yaxşı davranmağı əmr etdik. Birinci dərəcədə kim gəlir? Ana. Nəyə görə? Həmələtu ummuhu vəhnən alə vəhnin. Anası onu çətinliklə daşıdı. Yəni, ana bətində, hamiləli dövründə çətinliklər çəkdi. Və fisalu fi amil. Hələ ondan sonra 2 il ona nə edir? Süd verir. Subhanallah. Ənişkürli. Mənə şükür et və valideyninə təşəkkür eylə. Subhanallah. İləyyəl masir. Dönüş mənədir. Yəni, valideynə yaxşı davranmasan, bir gün Allah dərgahına gedəcəksən, hesabını verəcəksən. Hesabdan qaçış yox. Subhanallah. O kəslər ki, valideynə yaxşı davranmırlar, valideynləri incidirlər. Bu dünyada da onların bərəkəti olmayacaq, ahirətdə də. Və in cəhədəkə alə ən tuşrikə bi. Baxın Allahın hikmətinə. Hətta valideynlər səni Allaha şərik qoşmağa məcbur etsələr. Baxın, elimsiz, savadsız, fələ tutihumə, onlara itaət etmə. Yəni Allaha şərik qoşma. Baxın, dərhal sonra nə gəlir? İnsan elə düşünməsin ki, bir an belə valideyni mənə günaha dəvət etdi, mən valideynimə itaət etmədim. O demək deyil ki, sən valideynə sərt davranı biləsən. Əksinə, وَصَاحِبُهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا. Onunla yaxşı davran. Baxın ayədəki incəliyə. Elə düşünməsin ki, bu məsələdə valideynə itaət etmədin, digər məsələlərdə valideynə sərt ola bilərsən. Xeyr. O dini məsələdəydi. Çünki səni Allah şərik qoşmağa dəvət etdi, səni günaha dəvət etdi və ya səni namazdan yayındırmağa dəvət etdi. İtaət etmə. Nəyə görə? O Allahın haqqıdır. Amma dünyada yenə də ondan yaxşı davran. Subhanallah. Baxın ayədəki incəliyə. Onu gördü nədir? Və buyurur Peyğəmbərimiz s.ə.v. Yusikum innallah yusikum bi ümməhətikum. Allah təala valideynlərinizə, analarınıza, baxın, analarınıza yaxşı davranmağı əmr edir. Birinci kim gəlir? Ana. Thumma yusikum bi ümməhətikum. Sonra yenə analarınız, sonra atalarınız.
ondan sonra daha yaxın, daha yaxın. Bu hədis nədir? İbn Məcə rivayət edib. Şeyx Albani səhihdir. Subhanallah. Ona görə də İbrahim əleyhissalam üzərinə düşən nə idi? Valideynini, atasını dəvət etmək. Ona görə də birinci nə ilə başladı? Atası ilə. O ata ki, baxın, bütlər düzəldirdi və insanlara satırdı və insanları o bütlərə, ibadətə dəvət edirdi. Bununla bərabər sərt danışmadı. La ilahe illallah. Bundan böyük günah ola bilər? Yox. Amma bugün müsəlmandır, 5 vaxt namaz qılır, valideyni ona kobud olanda və yaxud da ki, valideyn bir şey əmr eləyəndə valideynlə pis danışır. İbrahim əleyhissalamın atasından daha böyük günah sahibi ola bilər? Yox. Büt düzəldir, büt satır və insanları bütə dəvət eləyir. Subhanallah. Yəni, fitnə çalışır ki, hidayətə gəlsin, şirk təmizlənsin. Çünki şirkin əsasını atası edirdi. Baxın, atası necə dəvət etdi? Tevhidə lütuflə. وَذْكُرْ فِي الْكِتَابِ İbrahim. Allah baxın, deyir ki, İbrahimi yada sal. İnnehu kâne sıddîqan nebiyyə. O sadiqlərdən idi, peyğəmbər idi. İz qâle li əbihi ya əbəti. O atasına belə demişdi. Atacan, bax, ey atam, ey müşrik demədi. Təkfirçilər kimi. O sapıq firqə kimi. Atan neyini? Atan müşrikdir. Anan kimdir? Atam, anam müşrikdir. Subhanallah. Müslüman da anası. Cahildir. Elə birincidən damağını vurur ki, müşrikdir, kafirdir. Estağfurullah. Təkfirçilər ki, valideynlərə qarşı ədəbləri yoxdur. Onların nə həyatında ədəblər ola bilər? Baxın, atası İbrahim əleyhissalamın ədəbinə baxın, təkfirçinin ədəbinə baxın. İbrahim əleyhissalam bizim valideynlərimiz səhv etsə də İbrahim əleyhissalam atası kimi ola bilər? Yox. Şirkə dəvət edir. Üstəlik bütü düzəldir. Bütü satır. Subhanallah. Yəni fitnənin əsası, şirkin əsası. Ey atacan, la limə ta'budu mə la yesma' və la yubsiru. Görməyən, bax, eşitməyənə niyə ibadət edirsən? Və la yughni anke şey'a. Sənə bir şey fayda verə bilməz. Ya əbəti, ey atam, atacan, inni qad ca'ani minəl ilm. Mənə elm verildi. Mə ləm yətikə. Hansı ki, elm sizdə yox. Fəttəbi'ni əhdikə siratan səviyyə. Mənə itaət elə, mənə tabi ol. Səni doğru yola yönəldim. Ya əbəti, bax, atacan. La ta'budi şeytan. Şeytana ibadət eləmə. İnnə şeytanə kənə lirrahmani asiyyə. Şeytan çünki Rəhmana asidir. Ya əbəti, hamısı bax, atacan, atacan, atacan. Subhanallah. İnni əxafu ən yəməssəkə əzabun minər-Rahman. Mən qorxuram ki, Rəhmandan sənə əzab toxunsun, yəni haqq yoluna gəlməsən. Fətəkunə liş-şeytani vəliyyə. Şeytanın dostu olasan. Qalə, baxın, atanın cavabına baxın. Qalə ərəğibun əntə ən əlihəti. Ya İbrahim, ey İbrahim, sən bizim ilahlarımızdan üz döndərirsən, ləin ləm təntəhi. Əgər bu işindən dayanmasan, yəni dəvətdən dayanmasan, lərcümənnək. Səni daşqalaq edəcəm. Vəhcurni məliyyə. Məndən uzaq dur. Nə olmaydı cavabı İbrahim əleyhissalamın? Qalə sələmun aleyk. Salam olsun. La ilahe illallah. Atası səni daşqalaq edəcəm. Dəvətini qəbul etmir. Baxın. Əstəğfir ləkə Rabbi. Sənin üçün Allahdan bağışlanma diləyəcəm. İnnəhu kənə bi hafiyyə. Yəni Rabbim rəhimlidir. Və ətəzilikum və mə təd'unə min dunillah. Allahdan başqa ibadətlərinizi tərk edirəm. Subhanallah. Baxın. Və əd'u Rabbi. Mən ancaq Rabbimə dua edirəm. Əsə ən lə əkunə bi du'a Rabbi şəqiyyə. Mən Rabbimə yalvardığım üçün heç zaman bədbəxtlərdən olmaram. Fələmmə ətəzələhum və mə ya'budunə min dunillah. O zaman ki onları tərk etdi, bütlərini və vəhəbnə ləhu İshəqa. Biz ona İshaqı verdik və Yaqubu verdik. Və kullən cəalnə nəbiyyə. Onlar da peyğəmbər etdi. Subhanallah. Baxın, tevhid əhlinə Allahın bəxş etdiyi mükafat. Nə elədi? Onlara dəvət etdi, onların bütlərini tərk etdi, dərhaltını ilə evlad bəxş elədi. Yəni, tevhid əhlini alta bu dünyada da qoruyur, ahirətdə də qoruyur. Subhanallah. Və vəhəbnə ləhu min rəhmətinə. Biz öz rəhmətini bəxş etdik. Və cəalnə ləhu lisanə sidqin aliyyə. Yəni, insanlar arasında gözəl sonluq qoyduq deyir. Subhanallah. Baxın, bu ayədən çıxan çox böyük faydalar var. Onun İbrahim əleyhissalam həyatı çox genişdir. Bir dərsə sığdırılmaz.
Çox ibrətdir tövhid əhli üçün. Allah Teala bizləri İbrahim əleyhissalamın həyatından örnək almağa çağırır Quran-ı Kərimdə. Birinci nədir? Baxın, atalarla danışmaq, yaşlılarla danışmaq ədəbi. Onlarla yumşaq danışmaq lazımdır, mülayim danışmaq lazımdır, rəhmətlə danışmaq lazımdır, qışqırmamaq, bağırmamaq, sərt danışmamaq, hətta Allah şərik qoşanlar olsa belə, böyük günahda olsa belə, necə ki İbrahim əleyhissalam atası kafirlə danışırdı, Allah ibadətə dəvət edirdi, bütlərə ibadət eləmə, bununla bərabər yəhəbəti. Ey atam, atacan, baxın, atasına qarşı mülayimliyi, subhanallah. Həmçin baxın, Yusuf əleyhissalam nə demişdi? Yəhəbəti, atacan, inni ərayt əhədə əşərə kəvkəbə, mən 11 dənə nədir, ulduz gördüm. Yuxusunu danışır, subhanallah. Yəni, baxın, valideynlərlə danışmaq. İsmail əleyhissalam nə demişdi atasına? Ona deyəndə ki, İbrahim əleyhissalam, inni ərə fil mənəmi ənni əzbəhuk, mən yuxuda görürəm ki, səni neyinəm, qurban edirəm. Fanzur məzə tərə, sən bu barə nə düşünürsən? Nə dedi? Yə əbəti, qalə yə əbəti, ey atam. Baxın, münasibətə, subhanallah. Ona görə deyir ki, evladlar valideynləri ilə rahat danışmalı, yəni lütüflə, yumşaq, mülayim danışmalıdır. Və qadə rabbuka əllə tə'budu illə iyyə. Baxın, bu ayə çox önəmlidir. İsra surəsi. Və qadə rabbuka əllə tə'budu illə iyyə. Rəbbiniz buyurdu ki, ancaq Allah'a ibadət eləyin. Və bil valideyn ihsənə, onlara yaxşı davranın. Ən çox nə zaman? Daha çox nə zaman ehtiyacları olduğunda? İmmə yəbluğannə indəkəl kibara əhaduhumə av kilahumə. Onların ikisi və ya birisi sənin yanında yaşad olanda, yəni sənin yanında yaşlananda, ömürlər uzun olanda, subhanallah. Fələ təqul ləhumə uffin, belə demə. Çünki yaşlı zamanı daha çox ehtiyacı var. Nəyə? Rəhmətə, yumşaq danışmağa, yaxşı zamanı valideynlər ola bilsin ki, unutqan olur, yaxşı zaman ola bilsin ki, kobud olur. Niyə? Ağrıları var, acıları var, yaşıd olur, yaşlanan insan ağrıyır, acıyır, xəstəliyi olur, gəzə bilmir, yeyə bilmir. Deməli, daha çox evlad onun nəvazişi ilə oynamalıdır. وَلَا تَقُلْ فَلَا تَقُلْ لَهُمَا اُفِّنْ belə demə. İbn Abbas deyir ki, uf deyir, ən yüngül sözdür. Bundan da aşağı yüngül söz olsaydı, Allah Teala deyir, onu buyurardı. وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا onlarla yumuşaq danış. وَخْفِدْ لَهُمَا جَنَاحَ الظُّلِّ مِنَ الرَّحْمَةِ onlar rəhmət qanadlarını aç. وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِ صَغِيرًا hətta Allah Teala bizlərə valideynlərə dua etməyi də öyrədir. Subhanallah. Gör, valideynə yaxşılıq nə ibadətdir ki, Allah Teala özünə ibadətdən sonra dərhal qeyd edir, hətta onlara necə davranmağımızı da öyrədir, yaşlı olan vaxtı daha çox onlara nəvazişlə davranmağımızı əmr eləyir və üstəlik duanı da öyrədir. Subhanallah. Nə deyir? Denə ki, Rabbi irhamhumə, Allahım onlara ikisinə rəhm eylə. Kəmə Rabbəyəni səğirə. Necə ki onlar məni böyütmüşdülər. La ilahe illallah. İsra surəsi. Düşünün, Allah Teala bizlərə nəyi buyurur? Amma bəzi valideynlər əfsuslar olsun ki, bəzi evladlar valideynlərlə hələ də ədəbin nə olduğunu bilmirlər, ədəbli davranmırlar, qışqırırlar, valideyn üzünə ağ olurlar. Ona görə bərəkətimiz yoxdur. Ona görə ruzidə bərəkət yox, ailədə bərəkət yox. Nə zaman bərəkət itir? Valideynlərin qədri bilinməyəndə. Valideynlərin qədri bilinsin, hətta o ictimai kafir olsa belə Allah ruzusunu verər. Subhanallah. Ona görə valideynlərə dua etmək belə insanın duasının qəbul olunması üçün, ailəsinin bərəkətli olması üçün, evladların bərəkətli olması üçün nədir? Səbəbdir. Baxın, deyir ki, əl-birrun deynun. Valideynə yaxşılıq borcdur. Nə deməkdir borc? Yəni, sən valideynlə necə yaxşı olacaqsansa, Allah da o borcu səni evladlarınla sənə qaytaracaq. Kim valideynlə pis davranıbsa, evladları pis olub. Kim valideynlə yaxşı davranıbsa, evladları yaxşı davranacaq. Kim valideynlərə dua edirsə, evlad ona duası edəcək. Kim valideynlərinə əl tutursa, bil ki, gün gələcək evladlarınla Allah Teala onu sənə qaytaracaq. Əl-birru deynun. Yadda saxlayın, gözəl söz. Valideynə yaxşılıq borcdur. O borcu kim qaytarır? Uca Allah Teala.
Amma nə qədər insanlar var ki, o əmanətə sahib çıxmadılar üçün sonra yaşlaşanda evladlarının üzü ağlı olmasından şikayət edirlər. O zaman gec olur. Olmuş hadisə, bir insan deyir ki, atasını, baxın atasını günəşin istisində su çıxartdırır quyudan. Suyu o keçmişdə olurdu, o dərdən. O suyu da boynuna asıb, günəşin altında boynuna da kəndir sarıyıb, arxasından çəkə-çəkə aparır. Qul kimi işlədir. Yanından bir salih keçəndə deyir ki, Allahdan qorx, bunu nə edirsən? Atası bilsən nə deyir? Toxunma deyir ona, danışma. Mən də belə eləmişdim atama. Subhanallah. Mən də deyir, belə eləmişdim deyir. Olmuş hadisə, bir insan evladıyla pis davranır, evladını valideynlə pis davranır. Olmuş hadisə bu ölkələrin birisində olub. Pis davranır, hətta o dərəcə çatır ki, vurur, atası yerə yıxılır, atasını sürütləyib evdən çıxarmaq istəyəndə deyir ki, bura qədər kifayətdir qapından. Deyir, nəyə görə? Mən də deyir, atama bunu eləmişdim deyir. Yəni atma bayra. Mən də atamı deyir, vurmuşdum, qapının ağzına qədər sürmüşdüm deyir. Burada dayan, kifayətdir deyir. Subhanallah. Nə eləyirsən başıma gələcək. Əl-birru deynu. Həmçinin bu dərsdən çıxan fayda nədir ayədən? Həmçinin dəvətçilər dəvət edərkən yaşlı insanlarla baxın, mülayim davranmalıdır. Bəzən olur, mən şəxsən görmüşəm məsciddə. Yəni, düz elə olub ki, müdaxilə eləməmişəm, Allah hidayət versin qardaşa. Deyək ki, yaşlı insan bir söz deyib, çobud cavab verir. Subhanallah, olmaz. Bilmir o. Mən özüm şahid olanı deyirəm. Oturub bir qardaş ayağını uzadıb, yaşlı insandır, bildiyi ki, ayağını uzatma. İndi elə bilir ki, ayağı uzatmaq olmaz qibləyə. Sən hardan bilirsən, sünnədə gəlib, dəlil, sübutu var mı sənin? O da yaşlı adam qızardı. Belə danışmazlar, subhanallah. O bilmir. Qışqırına olmaz, subhanallah. Və xüsusən də dəvətçilər hikmətlə danışmalıdır, yaşlı insanlarla və onların bu barədə nümunəsi kim olmalıdır? İbrahim əleyhissalam. Baxın, deyib Peyğəmbərimiz sallallahu həmçinin. Leysə minnə mən ləm yucillu kəbirənə, bizim böyümüzə hörmət etməyən və yərhəm sağirənə, balacamızsa rəhm etməyən deyir, bizdən deyil. Subhanallah. Və ya'rif li aliminə haqqa, aliminin haqqını verməyən, yəni yaxşı davranmayan bizdən deyil dedi. Subhanallah. Həmçin buradan çıxan fayda nədir? Dəvətə tədricən. Dəvət deyəndə ancaq bu dəvət, yəni elmə aid deyil ki. Hər bir insan dəvətçidir. Bildiyini, 5 vaxt namazdır, vacibatdır, valideynə yaxşılıqdır. Bildiyini insan nə etməlidir? Dəvət etməlidir. Ona görə baxın, İbrahim əleyhissalam dəvəti nədir? Tədricən. Onun necə davrandı? Baxın, birinci nə dedi? Sizin Allahdan başqa ibadət edin bütləriniz, la tədur və la tənfə, fayda vermir, zərər vermir. Deməli, fayda zərər vermirsə, ilah olmaq haqqı deyil onun. Ya əbəti, bax nə gözəl. Limə tə'budu, mə la yəsmə' və la yubsiru. Ey atacam, ey atam, mə la yəsmə' eşitməyən, görməyən. Niyə onu ibadət edirsən ki? Və la yuğni anki şeyə. Sən fayda da vermir. Baxın nə gözəl üslubla. Məryəm surəsi. Ondan sonra nə dedi? İnni qad cəəni minəl ilm. Mənə elm gəlib. Mənə tabi ol. Bütlərə deyil. Yəni haqqa tabi ol. Vəhyə tabi ol. Sonra nə dedi? Baxın üçüncü. Dedi şeytana ibadət eləmə. Ya əbəti. Ey atam. La ta'budi şeytan. Şeytana ibadət eləmə. Şeytan rəhmana asi olub. Sonra dördüncü neynədir? Allahın əzabı ilə qorxuzdur. Baxın tədricən necə gəlir. Birdən-birə bəzi təkfirçən, sən müşriksən, kafirsən, əbəd cəhənnəmdə yanacağı bu bilmir. Subhanallah. Və sonra nə dedi? Ya əbəti, ya atam, inni əxafə aleykə ən yəməssəkə əzəbu minə rəhmən. Qorxuram ki, rəhmanın əzabına düşər olasan. Fətəkun li şeytani vəliyyə. Şeytanın dostu olasan. Tədricən. Ona görə baxın, Peyğəmbərlərin müddədi nədir? İttibə'l vahiy, yəni vahiyyə təbi olmaq. Amma bunu gözəl
insanlara izah eləmək. Ona görə nədir? Ya əbət inni qad ca'ani min ilm. Yəni elm gəlib tablo. Ondan sonra yəni bu üslub nədir? Əlbəttə ki, peyğəmbərlərin üslubu, dəvətdə metod, insanlarla gözəl davranmaq. Ondan sonra baxın deyək ki, nə demişdi Allah Qur'an-ı? Qul hadi sabili ad'u ila Allah ala basira. Həmçinin Allah yoluna dəvət edən insan elmlə dəvət etməlidir. İnsanların çoxu niyə azırlar? Çünki dəvətçilər elmsizdirlər. Ya elmi bilmirlər, tevhidi bilmirlər, ya insanları şirkə dəvət edirlər, ya da haqdan uzaqdırlar. Vəhyə tabi olmurlar. Quran-ı Kərim oxuyan Allah'a şərik qoşar? Yox. Çünki bütün peyğəmbərlər nəyə dəvət edib? Allah'a şərik qoşmayın, ancaq nədir? Allah'a ibadət edin. Baxın, nə deyir Allah Quran-ı Kərimdə? Qul həzi səbili əd'u ilallah alə basira. De ki, bu mənim yolumdur, elmlə insanlara dəvət edirəm. Ənə və mən ittəbəni. Mən və mənə itaət tabi olanlar. Yəni Peyğəmbərimiz s.ə.v və ona tabi olanların yolu nədir? Alə basira. Elmlə dəvət etmək. Elmsiz olmaz. Bəziləri açır TikTok'u, girir müxaliflərlə elə bir məsələlərə görə, sonra özü şübhəyə düşüb qaçır. Olmaz. Və yaxud da ki, dinimizdə hər bir şeydə mübahisə olmaz. Alimlər mübahisəni sevməzdilər. İmam Əhməd mübahisəni heç sevməzdi. Yeri gələndə, yoxsa otururlar səhərə qədər Instagram, TikTok, Facebook mübahisə edirlər. Elmin yoxdur, sən niyə mübahisə edirsən? Sabah sənə bir dənə şübhə atacaq, o şübhə ilə həlak olacaqsan. Və yaxud da hər şeyə girməz insan. Çətin məsələlər var, ağır məsələlər var. Elə məsələlər ki, bunu elm əhli açıqlamalıdır. 2-3 dənə hədis öyrənir, olur TikTok'un, Instagram'ın şeyxi. Aləm vurur bir-birinə, sonra deyir ki, o suallara cavab verir. Verə bilməyəcəksən, sən oxub bilmirsən axı, oxumamsan axı. Necə cavab verəcəksən sən? Səni azdıracaq. Və xüsusən əsma-i və sifət məsələləri, çətin məsələlər. Onun gibi bu məsələdə nədir? Elmli olmaq lazımdır. Baxın, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, tərəqtü fikum şeyən, sizə 2 şey tərk etdim. Lən tadillu ba'dahuma. Əgər o 2 şeydən yapışsanız, zəlalətə düşər olmayacaq. Nədir? Kitab Allah və sünnəti. Allahın kitabı və mənim sünnəm. Subhanallah. Ona görə nədir? Baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir, sahabə deyir ki, bir gün elə bir deyir, vəz verdi ki, deyir, vəcilət minhəl qulub. Qəlblərimiz titrədi, deyir. Və zərifət minhəl uyun. Gözlərimiz yaşardı, deyir. Nə dedi? Usikum bi təqvallah əzzə və cəl. Allah-Ta'adan qorxmağı tövsiyə edirəm. Və səmi' və ta'a. Dövlət başlarına da itaət eləyin. Eşidin. Və in təməəmmərə aleykum abd. Hətta sizin başçınız qul olsa belə. Dövlət başçısına itaət. Yəni qarşı çıxmamaq. Xavaricilərdən olmamaq, təkfirçilərdən olmamaq, hizbiçilərdən olmamaq, üzdə başqa şey danışırlar, stol altında başqa şey danışırlar. Və sonra nə deyir? Baxın. فَاِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ Bə'di, məndən sonra siz yaşadıqlarınız, yaşayanlar فَسَيَرَ اِخْتِلَافًا كَثِيرًا Çoxlu ixtilaflar görəcək. Subhanallah. Bunu kim buyurub? Peyğəmbərimiz salsam فَعَلَيْكِمْ bu sünnəti Mənim sünnəmə yapışın, dediyimə yapışın. Və sünnətul xulafə'i raşidin. Raşidi xəlifələrin yoluna yapışın. Raşidi xəlifələr kimdir? 4 xəlifə, Əbu Bəkir, Ömər, Osman, Ali. Allah onun hamısı razı olsun. Məhdiyin min bə'di. Məndən sonra gələn hidayət yolunda olan o xəlifələr, raşidi xəlifələr 4 xəlifədir. Addu aleyhə bin nəvaciz. Sünnən və onların yoluna azı dişlərindən yapışdırdığınız kimi yapışın. Subhanallah. Başqa cür yoxdur xilas. Allahın kitabı, Rasullahın sünnəsi və 4 dənə o xəlifənin buyruqları. Nəyə görə o xəlifələr nə iniblər? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dediklərini onlar bizə daha gözəl nə iniblər? İzah ediblər, çatdırıblar. Subhanallah. Ona görə də nədir? Dəvətçi buna tabi olmalıdır. Yoxsa mən düşünürəm, mən təxmin edirəm ki, bu iqtisadiyyat sat deyil, təxmin edirsən. Gələn dollar qalxacaq yox. Bu dindir. Mən düşünürəm ki, mən təxmin edirəm ki, mənə görə Allahın dinindən danış, Quranla, sünnlə, dəlillə. Mənə görə nədir? Bəzilər o bidət əhli. Ona görə nədir? Bunlar dəvətdə nədir? Ən mühüm nədir? Faydalarından birisidir. Həmçinin şeytana tabi olan, əlbət nədir şeytana tabi? Məsiyyət-ü Rəhmən, Rəhmənə asi olmalıdır. Ya əbəti, ey atam, lə tə'budi şeytan. Şeytana ibadət etmə, yoxsa nədir? Şeytan çünki Rəhmana asi olmuşdur. Subhanallah. Yəni şeytanın yoluna tabi olmaqdan çəkin, o yoldan çəkin. Baxın, deyək ki, Allah Quran-ı Kərimdə başqa ayədə nə bunu açıqlayır şeytana tabi olmaqdan. Ya eyyuhənnəs, ey insanlar, innə va'dallah haqq.
Allahın vədi haqqdır. Və la təğurrannakumul hayatud dunya. Dünya həyatı sizi aldatmasın. Şeytanın ən böyük hiləsinə dünya həyatı. Dünya yığır, özü də yemir, heç xərcləmir də. Günahlarla ömrünü sərf edir və elə də dünyadan köçüb gedir. Hansı ki bu dünya axirət önündə qısa bir şeydir. Və məl hayatud dunya fil axirət illə qalil. Bu dünya həyat axirət içində çox güclü bir şey, az bir şeydir. Yəni hanı namazın, hanı ibadətin bu dünya aldatmasın. Və la yəğurrannakum billahil gurur. Yəni qürurlanmaq aldatmasın sizi. İnne şeytan lekum adu. Şeytan sizin düşməninizdir. Fəttəxizuhu aduva. Onu düşmən bilin. Subhanallah. İnnemâ yed'u hizbehu liyakunu min ashabis sa'id. Çünki ona tabi olanları o hara dəvət edir. Onunla beraber cəhənnəm əhlinin yoldaşları olsun. Subhanallah. Onun gibi Peygamberimiz sallallahu aleyhi ve sellem Abdullah Mesud dedi ki bir gün xət çekti. Bir xətin dedi ki bu Allah'ın yoludur. Ondan sonra sağından solundan xətlər çekti. Dedi bu da dedi, parçalanmış yollardır. Her bir yolun başında şeytan durur ve sonra bu ayəni oxudu. Ve enne hâzâ sirâti mustakîme. Benim doğru yolum budur. Fettebi'uhu. Doğru yolu tabi olun. Ve la tettebi'uş subul. Başka yollara tabi olmayın. Feteferraka bikum en sebili. Çünkü o yollar ise Allah'ın yolunu uzaklaştıracak. O yollar nedir? Kur'an sünneye tabi olmayan bidat ehli. Subhanallah. Həmçinin şeytandan bu boyda çəkindirməyə baxmayaraq insanlar vardır ki, şeytana ibadət edirlər, şeytanın yolunu ibadət edirlər. Nə də oldu Quran-ı Kərimdə? Əfətəttəxidunahu və zurriyyətəhu əvliyə min duni. Şeytanı və onun deyir, zürriyyətini, ona tabi olanları məndən başqa özünüzə dost seçdiniz. Və hum lekum aduv. O sizin üçün düşmən idi. Bi'səlil zalimin. Nə pisdirdi zalimların yolu. Və sonra nə deyir? Ələm əhəd ileykum ya bəni Ədəm. Ey Adəm evladı, mən sizlərə buyurmadım mı? Neydi o? Əllə ta'budi şeytan. Şeytana ibadət eləmə. Şeytan ibadət nə demək? Şeytan yoluna tabi olmaq. İnnehu lekum aduvun mubin. O sizin açıq-aşkar düşməninizdir. Ona görə kim şeytana tabi olur, dünyaya görə aldanır, ibadətdən uzaqlaşır, namazdan uzaqlaşır, Allah'a şərik koşur, bilə edirsə, o zaman nədir? Bu dünyada şeytan aldatdı, cəhənnəmdə isə deyəcək ki, mən səni tanımıram. Cəhənnəmə qədər idi səninlə mənə dostluğum. Bunu altına neyir? Quran-ı Kərimdə bizlərə İbrahim surəsində vəsf edir. Allah bizləri o duruma düşməkdən qorusun. Və qalə şeytanu ləmmə qudiyəl əmr. O gün ki Allah Teala qullar arasında hökm verəcək, o gün şeytan deyəcək, hökm verildi, kafirdir. Kafirdir, mömindir. Möminlər cənnətə, kafirlər cəhənnəmə. Nə? İnnallah va'adakum va'dal haqq. Baxın şeytanın xutbəsi cəhənnəmdə kimlərə? Kafirlərə. Nə deyəcək? Allah Teala sizə haqqı vəd etmişdi. Və va'adtukum. Mən də sizə vəd etmişdim. Nəyi? Batili. Fəxləftukum. Mən sizə asi oldum bugün. Mən sizi tanımıram. Və mə kənə li aleykum min sultan. Mən sizin üzərinizə hakim də deyildim. Subhanallah. İllə ən dəavtukum. Mən sizi çağırdım, siz də tabi oldunuz. Mən sizi pisliyə dəvət edim, tabi oldunuz. Fələ təlumuni. Bugün məni qınamayın. La ilahe illallah. Və lumu ənfusakum. Öz nəfsinizi qınayın. Mə ənə bimusrixikum. Mən nə sizə yardım edə bilərəm. Və mə əntum bimusrixi. Nə də siz mənə imdadıma yetişə bilərsiniz. İnni kəfərtu bimə əşrəktumuni min qab. Mən bundan da əvvəl sizin Allah'a şərik qoşduğunuzdan uzaq idim. Küfr etmişdim. Subhanallah. Yəni sizə dəvət elədim, aldatdım, şərik qoşdum. Amma mən şərik qoşmaqda nədir? Bu küfürdən uzaq ayırdım. Subhanallah. Aldatdım, gəldiniz. İndi mənimlə bərabər nədir? Cəhənnəmdə yanacaqsınız. İnnə zaliminə ləhum əzabun əlim. Zalimları deyir, şiddətli nə gözləyir? Əzab gözləyir. Subhanallah. Baxın. Ən son faydanı da qeyd edeyim, dərsimizi bitirək. Çünki bu yay vaxtı biraz qısadır. Kim Allaha və onun rəsuluna, elçilərinə itaət etməzsə, bu dünya və axirətdə əzaba düçar olar. Dünya əzabı əlbəttə ki, ya bəla gələr və yaxud da ki, Allahın yolundan uzaqlaşmaq elə kifayətdir. Baxın, əgər o yaxını belə olsa, heç kimsə axirətdə yardım edə bilməyəcək. Hətta Peyğəmbər olsa belə, öz evladına, öz yaxınına yardım edə bilməyəcək. Nəyə görə?
Bir insan Allah'a dərgahına imanla getməsə, yaxınlığa görə deyil. Baxın, İbrahim Aleyhisselam atasını çəkindirmiş ki, Allah'a asi olma. Allah'a asi olma nədir? Böyük günahdır. Rəhmandan sənə əzab toxunacaq. Atası Azər buna cavab verməmişdi. Subhanallah. Allah Teala onun ahirət əzabını bizlərə Quran-ı Kərimdə buyurur. Peyğəmbərimiz s.ə.v dili ilə. Əlbəttə, dünyaları da əzab oldu, ahirətləri də. Yəlqa İbrahim əbəhu Azər yevməl qiyamə alə vəchi əzir qatratan və qəvərə. Subhanallah. İbrahim Aleyhisselam qiyamət günü atasını görəcək, toz başmış, zəlil vəziyyətdə. Deyəcək ki, fəyəqulləhu İbrahim, deyəcək, ata, mən sənə demişdim axı, lə ta'sini, mənə asi olma. Fəyəqulu əbu, atası deyəcək, fəl-yevmə lə asik, bugün sənə asi olmuram. Amma gecdir. Subhanallah. Fəyəqul İbrahim, İbrahim deyəcək, ya Rab, ey Rəbbim, innəkə vəəttəni, sən mənə vəd etmişdin ki, əllə tuxzini yevmə yub'athun. Qiyamət günü insanlar diriləndə məni məyus etməyəcəksən. Subhanallah. Fəyyü xizin əxzə min əbil əbəd. Bundan böyük bir rüsvaçıq ola bilərmi? Atam bu halda görürəm, yəni, məyus. Fəyəqulu Allah da deyəcək ki, inni harramtul cənnə aləl kəfirin. Mən cənnəti kafirlərə haram etmişəm. Thumma yuqal, ya İbrahim, İbrahim, bax ayağının altına. Fəyanzuru fəizə huvə bizəbhin muvataxa. Yəni, baxacaq ayağının altına, görəcək ki, atası, subhanallah. Yəni, bir rivayətdə gəlir ki, elbi kəsilmiş bir heyvan və yaxud da ki, bir qurd, kəsilmiş bir şey, qana bulaşmış, ayağının altında və sonra ayaqlarından tutulub atılacaq cəhənnəmə, subhanallah. Altıcı gibi görürsən, fayda vermədi. Nəyə görə? Sənə deyir, asi olmuşdu, subhanallah. Yəni, kim istiyor olsun? Hətta Peyğəmbər öz atasına belə nədir? Yardım edə bilməyəcək, subhanallah. O haldadır, yəni heyvan formasında atılacaq nədir? Deyir, cəhənnəmə. Çünki nəyə görə? Kimsə Allah dərgahına imanla getməsə, heç kimsə ata evladına, evlad ataya yardım edə bilməyəcək. Ahirətdə şəfaətçi ola bilməyəcək. Peyğəmbərlər şəfaət edə bilməyəcək. Nəyə görə? Şərt bir dənə nədir? Allah dərgahına imanla, təvhidlə getmək. Subhanallah. Ona görə baxın, Nuh əleyhissalam, Nuhun oğlu atasına nə demişdi? İman gətirmədi. Dedi ki, mən dağın başına çıxacağım, sudan qorunacağım. Nə dedi? Yox dedi. Bu dünyada əzabı nə idi? Suya qərq oldu, öldü. Ahirətdə isə əlbəttə ki, nədir? Əbədi nədir? Cəhənnəm əzabı. Həmçin Peyğəmbərimiz s.ə.v əmisi Abu Ləhəb fayda verdi mi? Fayda vermədi. Nə dedi Allah Quran-ı Kərimdə? Cəhənnəmdə yanacağını buyurdu. Təbbət surəsi. Ona görə də nədir? Baxın, Peyğəmbərimiz s.ə.v hətta dedi ki, öz yaxınlarına belə əgər Allah dərgahına imanla gəlməsən fayda verə bilmərəm. Baxın, Nəbiyyallah Nuhla Lutun həyat yoldaşı Peyğəmbərə öz ərlərinə itaət eləmədilər. Altına ilə cəhənnəm əzabı verdi onlara. Daraballahu məsələn lillezine kəfəru. Allah təala küfr edənlərə misal çək. Nəyi? İmraat Nuhin və İmraat Lut. Lut peyğəmbərlə kimin? Nuhun həyat yoldaşı. Təhtə abdeyni min ibadinə. Yəni iki dənə salih qulumuzun zövcəsi idi. Fəxanətəhumə. Ərlərinə xəyanət etdilər. Xəyanət yəni yataq xəyanəti deyil. Heç bir peyğəmbərin həyat yoldaşı ərinə yataq xəyanət etmə. Nə xəyanəti? Öz qövmünə gedib onların xəbərini çatdırırdılar. Fələm yuğni anhumə minallahi şeyə. Onlara heç bir şey fayda vermədi. Və qilət xulən nərə mə'əd-dəxili. Qiyamət günü onlar deyəcək, girin cəhənnəmə. Cəhənnəm əhli ilə bərabər. Subhanallah. Fəizə nufxə fissur fələ ənsəbə yebəynəv yevmə idin və lə yətəsəəlun. Qiyamət qopduğu zaman qovumluq əlaqələri bitər. Heç kimsəyi düşünməyəcək. Hər kəs ahirətə nədir? Özünü düşünəcək. Subhanallah. La ilahe illallah. Ona görə nədir? Allah Teala sonumuzu gözəl eyləsin. Allah Teala bizləri küfrə düşməkdən qorusun. Bizi, ailəmizi. Allah Teala baxın ona görə deyir ki وَاَنْ لَيْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعَى. İnsan ancaq nə edibsə onun qarşılığını görəcək. وَاَنَّ سَعْيَهُ سَوْفَ يُرَى. Nə edibsə hamısı nədir? Önünə qoyulacaq. Subhanallah.
Ona görə nədir? Qiyamət günü, bax budur, hamımız gözləyən budur. Və İbrahim əleyhissalamın bu həyatından çıxan qısa bir fayda nədir? Əlbəttə ki, dəvətdə valideynləri dəvət elində səbirli olmaq. Necə ki, İbrahim əleyhissalam səbirli idi, atası ilə gözəl danışırdı, lütflə danışırdı. Valideynləri dəvətdə nədir? Səbirli olmaq. Onlarla kobud danışmamaq. Subhanallah. Ona görə nədir? İbrahimə ləhəlimun, həlim qul idi. Həlim nədir? Mülayim, əvvahun, munib, Allaha dönən. Subhanallah. Hətta baxın, atası valideynlə onu təhdid elədi, ölümlə nə dedi? Sələmun aleykə. Salam olsun sənə. Əstəğfirun ləkə. Sənin üçün altıdan bağışlama deyəcəyim. Subhanallah. Baxın, lütüf. Ona görə də nədir? İbrahim əleyhissalam həmçinin altını adlandırır, vədinə vəfalı idi. Ona görə də mömin, bax, bütün bunlardan ibrət almalıdır. Ona görə də, baxın, dəvətdə, valideynləri dəvətdə qısa bir misal, mövzu bitsin bununla. Kim idi o? Abu Hureyra radiyallahu anh. Atasının, anasını dəvət edirdi. Anası nə idi? O zaman müşrik idi. Bir gün deyir, dəvət etdim. Rasulullah haqqında yaxşı demədi. Subhanallah. Yəni, kobud dedi Rasulullah s.ə.v haqqında. Peyğəmbərimizin yanına qaça-qaça gəlib, ağlayırdı. Ya Rasulullah, anamı dəvət edim İslam'a, qəbul etmədi və sənin barəndə sevmədiyim bir sözü dedi. Allaha dua elə ki, Allah Abu Hureyranın anasına hidayət etsin. Subhanallah. Anasını günə qədər çox sevir. Peyğəmbərimizin deyir, Allahım əhdi ummu Əbu Hureyra. Allahım Əbu Hureyranın anasına hidayət ver. Fəxaraşdu, mustabşiran. Peyğəmbərin yanından ayrılır, sevinərək. Nəyə görə? Peyğəmbərin duası var. Bilir ki, Peyğəmbərin duası nədir? Qəbuldur. Fələmmə citu. Qapıya yaxınlaşanda gördüm ki, deyir, su səsi. Yəni, içərdə neynir? Qüsl alır. Anam ayaq səsinin işində dedi ki, məkənək, dayan, içəri girmə. Yəni, o vaxt bir balaca daxma idi, onun içində yemək idi, yatırdılar, yuyunurdular. Nəyi? Bir qabın içərisində, vanna deyək. Subhanallah. Dedi, dayan. Gördüm ki, deyir, su səsi var, deyir. Neyi qüsl alır? Fəxtəsələt. Hələ evə çatana qədər, bax. Məsafə çox uzun deyil. Fəxtəsələt. Yuyundu. Və ləbisət. Yəni, paltarını giydi. Başını örtdü. Qapını açdı. Qalət, ya Əbu Hureyra. Dedi, ey Əbu Hureyra. Əşhədə ən la ilahe illallah və əşhədə ənə Muhammedən abduhu və rasulü. Şəhadət gətirdi. İndi tezdən sevinə-sevinə, ağlaya-ağlaya yenidən qayıdır. Peyğəmbərimiz s.ə.v yanına. Nəyə? Sevincdən. Ya Rasulallah, əbşir, müjdəliyirəm. Allah sənin duanı qəbul etdi. Əbu Hureyranın anası İslam'a gəldi. Subhanallah. Deyir, Peyğəmbər neynə? Çoxlu deyir. Həmd elədi Allah-u Teala'ya. Baxın. Hətta sonra dua edir, ey Allah'ınız, indi dua elə ki, deyir, anam və məni çox sevsindir. Subhanallah. Peyğəmbərimiz yenə dua edir. La ilahe illallah. Sevməyən var, Əbu Hureyranı. Zındıqlardan başqa. Bütün dünya sevir. Çünki ən çox Peyğəmbərimizin nədir? Hədis rivayət edir. Hə, çıxıb bir dənə zındıq, o, Azərbaycanda o vaxtı gətirmişlər, o zındıq deyən, bizim yerli sapıq onu təbliğ edir, o hədis inkarçısı. Bir vaxtı gəlmişdi bura, İslamoğlu aldığı bir zındıq. Deyir ki, Əbu Hureyra necə ola bilər ki, deyir, 3 il ərzində deyir, 5000 dənə hədis yazır. Bunun ağlına uymur. Hesablayıblar özü, Facebookla, Twitter'də 6000'li, 12.000 tweet atır. Nə oldu, sən bir günə 12.000 tweet atırsan, Əbu Hureyra 5000 hədis əzbərləyə bilməz. Öz sapıq ağlı ilə ölçür axı. Quran-ı Kərimi 6 ay əzbərləyirlər. 3 ilə Əbu Hureyra 5000 hədis əzbərləyə bilməz. Hansı ki, Peyğəmbərimiz azdan dua etmişdi onun üçün. Hətta dua etmiş Peyğəmbərimiz ona. Deyir, Rasulullah dua eləyəndən sonra nə dilsə əzbərlədim deyir. Subhanallah. İndi Peyğəmbərin hədisinə o sapıq şübhə gətirəcək, hansı ki, bizim yerli sapıq da onu təbliğ eləmişdi 5 il Azərbaycanda. Ki, yaxşı alimdir deyə çox insanlar azdılar. Güya indi Əbu Hureyra deyir, 5000 hədisi deyir, necə deyir, əzbərləyə bilər ki, öz sapıq ağlı ilə. Necə yəni? 6 aya Quran əzbərləyirlər. Bəzi mədrəsələrdə, İslam ölkələrində 2 ilə Kutubu Sittəni əzbərləyirlər. Kutubu Sittə 6 kitab, Buxari, Müslim, Abu Davud, Nəsai, İbn Macə.
Yəni bu 6 kitabı Kutubu Sittəni 2 il əzbərləyirlər. 5000 deyil, nə qədər hədis. Nə oldu? İndiki zamanımızda insanlar onu əzbərləyirsə, Abu Hureyra Peyğəmbərimiz dua etmiş, əzbərləyə bilməz. Güya Peyğəmbərimiz sana hədislərini şübhə gətirəcək, sapıq. Baş işləmir axı. Öz naqis ağlı ilə ölçür. Subhanallah. Və sonra nə deyir? Baxın, gözəl bir fayda, ondan faydalanaq. Peyğəmbərimiz dua edir ki, Allahım, Abu Hureyra və anasını neynəsin, möminlər sevsinlər. Amma sevir onları. Abu Hureyra radiyallahu anh, tabinlər deyirlər ki, adı yadımdan çıxdı. Deyir ki, bir gün evində oturmuşdur. Dedi ki, Allahım, kim Abu Hureyra və anasına dua edirsə, Allahım onu rəhm eylə. Deyir, hər zaman Abu Hureyra anasına dua edir ki, deyir, Abu Hureyranın duasına nail ola. Nə dua etmişdi Abu Hureyra? Allahım, kim mənim anama rəhmət oxuysa, sən ona rəhm eylə. Ona görə Risale hər zaman deyir, hədis oxu nə deyərlər? Abu Hureyra anasına Allahım rəhm eylə. Nəyə görə? Abu Hureyra anasına dua edənlər üçün dua eləyir. Subhanallah. Allahım, Abu Hureyra anasına rəhm eylə. Biz də o duaya nail olaq inşallah. Ona görə nədir? Baxın, valideyni sevmək onlar üçün nədir? Dua eləmək. Uca Allah Teala bizləri valideynlərimizi qorusun, valideynlərimizin məkanı cənnət eyləsin, dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eyləsin, həyatda olan valideynlərimizi hidayət üzərinə eyləsin, ömürlərin uzun, xeyli, bərəkətli eyləsin, Uca Allah Teala evladlarımızı islah eyləsin, evladı olmayanlara salih evladlar bəxş eyləsin, Uca Allah elm məclisin sonunda bizləri bağışladığı qullarından eyləsin, Uca Allah Teala əskərlərimizi qorusun, zabitlərimizi qorusun, vətənimizi o məkir, sapıq düşmənlərin hilələrindən qorusun, fitnələrindən qorusun. Kim ölkəmizə qarşı fitnə, fəsad istəyirsə, ara qarşılamaq istəyirsə, Allah Teala onları fitnələrində, fəsadlarında həlak eyləsin, məhv eyləsin. Uca Allah Teala gücünü, qüdrətini bizlərə o düşmənlər üzərində göstərsin. Uca Allah Teala ölkə başçımızı xeyir işlərində müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Amin.